Aleyküm. Kardeş, benim kardeşim bir il bundan qabaq beyyət eləmişdi. Mən o ərəfədə bir harası hər dəfə qulaq asırdım. Qulaq asırdım ki, qardaşım mənə deyərdi ki, bu həqiqətən də Mehdi Mehdidir ki, gəl beyyət elə. Mən də deyirdim ki, bir qulaq asım. Mən sonra sözümü deyəcəm də. Hər dəfə bir ikinci həftədə artıq qardaşıma yaxınlaşdım. Dedim ki, həqiqətən də mən dediyim o insandır. Mehdidir. Mehdi əleyhissalamdır. Dedim, mən necə beyyət edə bilərəm? Qardaşım dedi ki, problemdir. Yəni, videoyu çək, göndər. Onda mən qeyri-adi sözlər eşitdim. Gördüm ki, həqiqətən də budur. Mən istəyirdim ki, ondan səhv tutum, amma alınmadı. Gördüm ki, həqiqətən də hələ mən dediyimdir bu. Yəni beyyət elədim bu kişiyə, atamıza. Yəni Ləbbeyk Əbə Sadiq, Ləbbeyk ya Əbə Sadiq, Ləbbeyk ya Əbə Sadiq. Bu kişidən başqa heç birinə inanmıram. Yerdə budur, buna da beyyət edirəm. Yəni mən sevinirəm ki, xoşbəxt insanam ki, mən öz atamı tapdım artıq. Beyyət elədiyim insanı tapdım. Bu vaxta kimi məni alladıblar. Buna beyyət elədim. Ləbbeyk ya Əbə Sadiq, Ləbbeyk ya Əbə Sadiq, Ləbbeyk ya Əbə Sadiq.